بسم الله الرحمن الرحيم. الله أكبر Bizim adam olmağımız üçün bunu təhqir kimi qəbul eləmiyor. Yəni sözün əsl mənasında insan olmağımız üçün bilməkdən çox bildiklərimizə diqqət eləməyimiz lazımdır. Bizdən bir şey tələb olunur. Biz bildiklərimizə diqqət eləsək, tez islah olarıq. Bir çox dərdlərin dərmanı bizim içimizdədir. Kənarda dərman yoxdur. Əslində dərmanlar hamısı içimizdədir. Bizim əsas problemimiz budur ki, içimizdə olanlara diqqət eləmirik biz. Bizim içimizdə ətir qabları var, yüzlərlə. O qabların ağzını açsaq, ətir qoxusu vücudumuzdan çölə yayılacaq, çıxacaq. Problem budur ki, biz içimizdə olanlardan istifadə eləyə bilmirik. Bizim dərdimiz çox vaxt bilməməkdə deyil, bildiyimizdən istifadə eləməməkdədir, bildiyimizə diqqət eləməməkdədir. Hamımız bilirik ki, ömrümüz qısadır. 70-80 il yaşayıb köçməliyik dünyadan. Amma kim bu sadə bildiyi həqiqətə diqqət eləyir? Az adam. Buna diqqət eləsək, hər işimiz düzələr. Nəsə təzə elmə ehtiyac yoxdur. Bildiyimiz şeyin üzərində dayanmaq lazımdır, düşünmək lazımdır. Şam ağacı yolka görmüşük də, kənardan ona oyuncaqlar düzüb bəzəyirlər yeni ildə. Bir də var ki, yaz gəlir, quru budaqların içindən yarpaqlar çıxır, çiçəklənir. Elm kənardan verilən bir şey oxşayır, zikr isə içərdən üzə çıxartmaqdır. Moizə elə bil yaz havası kimidir. İçərdə olan həqiqətlər ki, onsuz da bilirik, onları çiçəkləndirmək üçündür. Moizənin əsas işi budur. Kənardan bəzək vurulmaqdan daha çox bizim içimizdə olanları üzə çıxartmağa ehtiyacımız var. Bunun üçün nə lazımdır? Sadəcə bildiyimiz şeylərin üzərində dayanmaq. Görürsünüz nə qədər sadədir dindarlıq, amma bunu bacarmırıq biz. Bildiyimiz şeylərə diqqətimizi yönəltmək. Yusuf əleyhissalam zindandadır, eşitmişsiniz, kinosunu da çəkiblər, işimizi asanlaşdırıblar, baxmışıq biz. Yəqin ki, bir çoxları baxıb. Quran əsasını da çəkiblər, əsasən Quranda olan hadisələrdir. Həzrəti Yusufin həyatı barədə. Həzrəti Yusuf zindandadır, özdən nahaqdan zindana atıblar. Günahsız yerə, daha doğrusu fəzilətinə görə zindana düşür. Biri var adam günahına görə zindana düşür, bir də var fəzilətinə görə. Yusuf əleyhissalam o adamlardandır ki, fəzilətinə görə zindana düşür. Günahdan çəkinib, qaçıb, şər atıb, böhtan atıb zindana salıblar. 7 il dillər zindanda qalır. Dillər deyəndə hədislər deyir. 2 nəfər zindanda bununla yatan adamlar yuxu görürlər. Həzrət Yusuf bu yuxuları yozur. Allah ona bir istedad vermişdi. O imtihandan çıxandan sonra Allah ona bir kəramət vermişdi ki, yuxuları yozurdu. Mahir şəkildə yozulurdu. Quran da buna işarə edir ki, Yusuf yuxu yozan idi həm də. Peyğəmbərliyinin əlavə belə bir kəraməti də var idi. 2 nəfər yuxu görür, birinə deyir ki, sən dar ağacından asılacaqsan, bu yuxunda mən yuxunu danışmıram, mənası budur. İkincisinə deyir ki, sən şahın, Fironun xidmətçisi idin. İndi buradan azad olub öz əvvəlki işivə qayıdacaqsan, yenə də Fironun yanında xidmətçi olacaqsan. O da sevinir, yuxuda düz çıxır təbii ki. İndi o şahın yanına qayıdan adam zindandan çıxıb gedəndə Yusuf əleyhissalam ona deyir ki, məni də Fironun yadına salarsan. Deyərsən ki, bir günahsız adam var burada, onun yadına sal ki, mən də burada günahsız zindandayam, neçə ildir. Mən barədə ona danış ki, məni haqsız tutublar. Bu çıxır gedir, Cəbrail nazil olur. Həzrət Cəbrail gəlir, deyir, Yusuf, minbər düzəldir elə bil, deyəm, moizə məclisi. Peyğəmbər üçün. Yusuf, Atova səni sevdirən kim idi? Atovun ürəyinə sənin məhəbbəti daxil edən kim idi? Deyir, Allah, şübhəsiz Allah. Qardaşların səni öldürmək istəyəndə sənə onların əlindən nicat verən kim idi? Yusuf əleyhissalam deyir, Allah. Quyunun içindeydin.
Bütün qapılar üzvə bağlanmışdı. Quyunun dibində qalmışdın. Səni quyunun dibindən çıxardan kim oldu? Bir Allah. Səni gətirib Misir şahının sarayında əziz eləyən, hörmətli eləyən kim idi? Bir Allah. Günah məqamındakı şəhvət günahı ilə qarşılaşdın. Sənə bu günahdan nicat verən kim idi? Cavab verir Allah. Ondan sonra soruşur, bəs niyə Allahdan kömək istəməyib zindandan çıxmağı şahdan istədin? Niyə şahdan istədin? 7 ildə qalacaqsan burada. Zindan səni gərək tərbiyə eləsin. 7 ildə burada qalacaqsan, o vaxtacan ki, bu bildiyivə daha çox diqqət eləyəsən. Təzə söz dedi Həzrəti Yusufə, hamısı bildiyi sözlərdir. Təzə söz demədi, onu öyrətmədi, moizə elədi. Moizə elədi, bildiklərini yadına saldı. Biz çox vaxt bildiyimizi yada salmağa ehtiyac duyuq. Yusufun yadına saldı ki, sənin Allahın var. O qüdrətli Allahdır. İstəsə bir anın içində səni buradan azad eləyər. Demir ki, vasitənin qapısına getmə. Vasitə öz yerində indi, amma Allahla Peyğəmbərinin öz işi idi. Onun qəlbindən xəbərdar idi. Mən bilmirəm o necə olmuşdu ki, Allah dedi ki, diqqəti ona yönəltmə. Bildiyin şeylər ki var, ona diqqət elə. Bəzən qıraqdan biri lazımdır, danışsın, yada salsın. Amma hünər budur ki, insan vaizənli nəfsi ola. Hədisdə gəlib bu söz. Vaizənli nəfsi, yəni özü özünün vaizi ola. Vaiz kimə deyirlər? Moizə eləyənə. Deyirlər, özünüzə vaiz olun. Hərdən insan ehtiyacı var, otursun, bildiklərini təzdən yada salsın. Hərdən yox, hər gün elə bizim işimiz bu olmalıdır ki, bildiyimiz şeylərə diqqət eləyək. Amma biz heç 5 dəqiqə namazda diqqətimizi cəlb eləyə bilmirik. Müasir dövrün ən böyük fəsadlarından biri budur ki, insanın fikrinin cəm olmasına imkan vermir. Dünya bugün belə qurulur. Radio, televiziya, müxtəlif vasitələr insanı belə pis öyrədib ki, adamlar tənbəl olub, düşünmək də onlara çətin gəlir. Amma din bizdən başqa şey istəməyib. Din sadəcə bir cümlə düşünmək istəyib, diqqət istəyib bizdən. İnsan oturur, kənardan 1000 oyun çıxardırlar ki, bunun fikrini özlərinə cəlb eləsinlər, oğurlasınlar fikrini. İnsan özü düşünmək istəmir. Onlar da ustalaşıblar bu işdə. Müxtəlif vasitələrdən, müasir elmin nailiyyətlərindən istifadə edirlər. Mən bu barədə bir neçə dənə kitab oxumuşam, mütaliələrim olub. Sizə də cavanlara tövsiyə edirəm ki, bugün bu mövzuda çıxan kitablara diqqət edin ki, o kütləni, insanları idarə eləmək üçün televiziyalar müxtəlif hansı vasitələrdən istifadə edir? Ümumiyyətlə, informasiya vasitələri. Bura indi dərs deyir ki, biz onlardan misallar çəkək. Amma yaxşı bacarırlar bunu. Hər şeydə buna hesablanıb ki, necə eləyək diqqəti çəkək özümüzə. Belə bir mühitdə insan təbii ki, qeybə diqqət eləmək məharətini itirir. Biz pis öyrəşmişik. Ona görə də moizə eləyənlər içində eləsin istəyirik ki, o elə danışsın ki, bizim fikrimizi çəkə bilsin. Hərdən mənim özümə deyirlər ki, filan gün, filan həftə sən elə danışdın ki, məsələn, 45 dəqiqə diqqətimiz yayınmadı. Yaxşı dastanlar danışdın, yaxşı misallar çəkdin. Mən hərdən özümə bəzən təəssüf edirəm buna. Təəssüf edirəm ki, insanlar belə öyrəşiblər ki, ancaq kimsə dəridən qabıqdan çıxsın ki, bunların fikrini cəlb eləsin, hansısa o danışığın məharətindən istifadə eləsin. Cəmaat pis öyrəşib insanlar. Amma yaxşı olar ki, adam bir yerə gəlib çatsın və Allahın da bizdən istədiyi budur ki, kənardan insanı təhrik eləmədən özü özlüyündə bəzi məsələlərə diqqət eləsin və diqqətini cəm eləyə bilsin. Hərdən bir gedin elə adamlara qulaq asın ki, faydalı danışır, amma darıxdırıcı danışır. Çox danışıq məharəti yoxdur. Gedin ona qulaq asın, məsələn, bir yarım saat, 1 saat danışsın, çalışın ki, diqqətinizi ona yönəldə biləsiniz. Bu çox böyük istedadlar yaradır insanda. İnsan üçün mövzu əhəmiyyətli olanda bəhanə lazımdır ona diqqət eləməyə. Bizim problemimiz budur ki, qeyb mövzusu bizim üçün əhəmiyyətlidir, əhəmiyyəti azdır. Bir lətifə var, yəqin ki, eşitmişsiniz bunu. Lətifədir, deyir,
kənd yerində ata ilə ana bir-biri ilə danışır, oğlan da yatıb, cavan oğlan uşaq. Yatıb deyəndə mürgüləyir. Ana ataya deyir ki, ay kişi, bu yaxşı olar ki, bu inəyi sataq, bu uşağa bir toy eləyək. Bunun çünki mövzu əhəmiyyəti də olar, pıçıltı ilə danışır, amma bu qulağı eşidir onu. Çünki mövzu mühüm mövzudur, evlənmək mövzusudur. İndi deyir, ondan sonra bunlar Hasan inək deyirlər, bunun fikrini cəlb eləyir. Çünki inək əslində o mövzu ilə birbaşa əlaqəlidir. Amma ki, mövzu mühüm olanda o da gəlir, yönəldir insanın diqqətini ona və deyirlər, axırda deyir ki, bir neçə aydan sonra deyir atasına ki, ata çoxdan inəkdən danışmırsınız. İnsan üçün hər hansı bir mövzunun əhəmiyyəti olanda, hətta zahirən o mövzu ilə əlaqəsiz görünən şeylər onu o mövzuya yönəldir. Mən neçə dəfə bunu danışmışam. Şeyx Şuşləri rəhmətullahi əleyh məsciddən gəlir moizədən, özü danışırdı. Özü də çox da gözəl vaizlərimizdən biri Şeyx Şuşləri olur. Onun məclisləri çox təsirli olur. Özü də deyirdi ki, Allah mənə göstərib, gördüyümü danışıram mən. Mən Kərbəladan oxuduğumu yox, gördüyümü danışıram. O deyir, məsciddən qayıdır, görür ki, heyvanlar gəliblər, ambara satıblar, ambarda un gətiriblər də, un torbalarını düzüblər, yığıblar heyvanların üstünə, onu boşaldırlar. Bu, o mənzərəyə baxıb, gözü yaşarır, ağlayır. Deyirlər, axı, burada ağlamalı nə var? Heyvanın çiynində un torbalarıdır, gətirib boşaldırlar. Burada ağlamalı nə var? Deyir ki, baxdım bunlara, gördüm ki, bu heyvanlar necə əmanəti düz mənzilə gətirib çatdırdılar. Allahın bizim üzərimizə qoyduğu əmanəti görəsən, sağ, salamat mənzil başına qiyamətdə çatdıra biləcək, Allaha təqdim eləyək bu qəlbimizi ki, bax bu qəlbi necə mənə vermişdin təmiz, sənə təmiz qaytardım.